İran da dünyanı təhdid edirdi ki, bax saxlayın bu müharibəni, yoxsa neft $200 olacaq. Olmadı, olmayacaq da. Çünki ümumiyyətlə dünya iqtisadiyyatı onu qaldıra bilməz. Hamı istəyər ki, öz malını baha satsın. Bir otaqlı evi olan istəyər ki, $1 milyon satsın. Nə olsun ki? İstəməklə deyil ki, kim alacaq onu? Yəni, bu məntiqlə yanaşsaq, $200 qiyməti dünya iqtisadiyyatı ümumiyyətlə qaldıra bilməz. Çöküşlər yaşayır. Domino effekti verə bilərdi bütün dünyada. Bu məsələnin bir tərəfi. İkinci tərəfi ondan ibarətdir ki, məsələn, anlaşmanın bənd-bənd baxanda, bilirsiniz də, hər tərəf əvvəl anlaşmanın müxtəlif cür şərh elədi. Amma ortalıqda bir neçə bənd qaldı. 14 İranın özünü qalib elan etdiyi 14 bənd yoxdur ortalıqda. Orada da təxminən 4 bənd var. 4 bənd var. 4-ün də bəlkə də bəzilərini alt bəndlərə də bölmək olar bəzi istiqamətlər üzrə. Amma ana bənd 4-dür. Bəli, nədir orada məsələ? Hürmüz açılır, müharibə dayanır, atəşkəs olur, qarşılıqlı şəkildə bir-birlərinin suverenliyini və ərazi bütövlüyünü tanıyırlar. Zaten Amerika gedib İranı işğal eləyəsi deyildi ki. Belə bir niyyət olduğunu da ifadə eləməmişdir. Mümkün də deyildi. Atəşkəs, qarşılıqlı ərazi bütövlüyünün tanınması, hürmüzün açılması və İranın yenidən qurulması üçün böyük fondun yaradılması. Hətta nüvə ilə bağlı məsələ də artıq yoxdur və Pezeşkan da dedi ki, ehtiyacımız olsa geopolitik şərtlərə bağlıdır. Biz nüvə məsələsinə yenidən baxacağıq. Amma nüvəni bu 60 günə saldılar. Bəli. Amma orada da ilkin razılaşmalar var. Ən azından MAQATE-nin ora buraxılması, 60%-ə qədər zənginləşdirilmiş uranın ən azı 3-5%-ə qədər endirilməsi və yaxud da tamamilə İrandan çıxarılması. O indi bu masadadır. Təsəvvür edin. 2 ay bundan qabaq, 1 ay bundan qabaq, hətta 2-3 həftə bundan qabaq biz müharibəni müzakirə edirdik. Bugün İran mətbuatı və Qərb Bloombergin məsələn gündəmində bilirsiniz mövzu nədir? Amerika ilə İran yeni ərzaq müqavilələri bağlayır. Qiymət neçə olacaq? Düşünə bilirsiniz? Təsəvvür eləyin, 3 həftə keçib bundan, 3 həftə bundan qabaq qanlı bıçaq idilər, necə deyərlər. Yəni İran da şərtlərini açıqladı ki, biz qiymətə baxacağıq, halal olmalıdır, keyfiyyətli olmalıdır, nəsə GMO-su olmamalıdır. Yəni belə məsələlər indi artıq müqavilələr bağlanır. Amerika Birləşmiş Ştatları İrana qida satmağa başlayır, ərzaq satmağa başlayır. Və bu da ilkin addımdır. O $300 milyard böyük fond hansı ki haqqında danışırdılar. Nə deyirdi demokratlar Amerikada, nə deyirdi Qərbin o anti-Trump elitası Avropada? Deyirdilər ki, bu müharibəyə görə Amerikanın verdiyi reparasiyalardır. Qəpik vermir Amerika. O fonda Amerika bir qəpik vermir, amma idarə etməsində iştirak edir. İştirak edir. İranın dondurulmuş pulları necə olacaq? O da belə, bilirsiniz, burada da bax, çox mən bir neçə dəfə belə dost ortamında da bu məsələlər müzakirə olunub, partiya daxilində yox. Öyle mənim bir neçə sevdiyim insanlar qrupu var, siyasətdə çox aidiyyəti olmayan. Onlar mənim üçün çox vacibdirlər, onların fikirləri o refresh eləyir də, insanı yeniləyir. Çünki həmişə eyni adamlarla danışırsansa, o sənin inkişafa mane olur, düşüncə inkişafa mane olur. Çox belə savadlı insanlar, dostlarımız var ki, başqa-başqa sahələrdə uğur qazanmış insanlardır. Biznesdə olanı var, dövlət idarələrində işləyəni var, həkimi var, müəllimi var. Yəni bu tipli insanlar, onlar da bunu elə təqdim eləyirlər ki, məsələn, İran qalib gəldi də, deyirsən, niyə? Deyir ki, məsələn, sanksiyalar götürüldü, dondurulmuş pullar geri qaytarıldı. Mən gülmək tuturdu ki, deyirəm, müəllim, kim qaytarır o pulu? Amerika. Kim götürür sanksiyanı? Amerika. Bugün qaytaranda pulu sabah təzdən bağlaya bilərmi? Bilər. Bugün götürdüyü sanksiyanı sabah bunun 5 qatını təyin eləyə bilərmi? Bilər. Seyfin kodu kimdənsə qalib odur da. Yəni bu nə demək? Bu hansı məntiqlə düşünürsünüz axı siz? Yəni bu nöqteyi nəzərdən Amerika Birləşmiş Ştatlarının regionda nəinki zəiflədi təsir imkanları. Məncə hətta xeyli artıb. Xeyli artıb. Hətta Körfəz ölkələrinə belə təsir aldı. Körfəz ölkələrinin belə qaçacaq yeri qalmadı artıq. Heç nə Çin, nə Rusiya, başqa nə Avropa Birliyi bir Amerika Birləşmiş Ştatlarının ətəyindən yapışmağa məcbur qalırlar. Bir də İsrailin ətəyindən yapışmağa məcbur qalırlar. Məsələn, Birləşmiş Ərəb Əmirliyi daha çox İsraillə əməkdaşlıq etməyə üstünlük verir. Yəni bu nöqteyi nəzərdən İran ətrafında baş verən hadisələr, İran bugündən sabaha olan proyeksiyalar, trendləri müzakirə etsək, düşünsək, çox maraqlı bir situasiya yaranır. Çox maraqlı. Bu ilk dəfədir belə bir şey yaranır regionda. İranın şah dövrünü görüb region. Teokratik dövrünü 79-dan görür. Yəni dini rejim. Amma benim də belə obrazlı desək, tam o belə də bənzətməni xeyli belə yayğın götürsək, Türkiyə modelini görmür.
Məsələn, İranda hələ cümhuriyyət anlayışı anlayışı olmayıb. olmayıb. Bax, indi təsəvvür eləyin ki, transformasiya bu yolla getməyə meyllənir. Yəni prezident faktoru prezident vilayət faktorunun fəqihi üstələyir. əlbəttə prezidentin səlahiyyətlərinin, məsuliyyətinin artması. Niyə? Bu da çox maraqlıdır. Bu elə-belə baş vermir. Yəni müqaviləni də onunla imzaladılar. Yəni onu önə çıxardaraq. Bəli. Niyə? Bax, bu da çox sadədir də, bunun izahı var. Yəni bu siyasətdə belə bəzi hadisələr çox zaman şəraitdən doğur, yetişir və doğur, sonra məcbur oyun qaydalarını həmin o şərait və doğulmuş yeni şərait formalaşdırır da. Məsələn, Karta Magnanı Britaniya kralı ilə zadəganlar niyə imzaladılar 850 il bundan öncə? Bəli. Çünki onlar deyirdilər ki, sən gəlirdin, biz nə xoşuna gəlirdin, götürüb aparırdın meşəmizi, torpağımızı, bizim əlimizdə olan ərzağı. Bir dəqiqə deyəm, nə olsun kralsan? Gəl bir oyun qaydaları müəyyənləşdir. Sən müharibə aparanda gəlib bizdən qoşun istəyirsən, insan istəyirsən, amma kefin istəyəndə də gəlib meşəmi, nə bilim, ərzağımı, hər şeyi alıb çıxıb ki, belə olmaz. Oturdular, anlaşdılar. Çünki kral gördü ki, bunların hamısına qarşı mübarizə aparmaq mümkün deyil. Sabah ordunu necə quracaqdım? Ona görə anlaşdılar. Ondan sonra parlamentə qədər bu iş getdi, çatdı. Ən qədim parlamentlərdən biri formalaşdı. Oyun qaydaları formalaşdı. İndi eyni şey bütün siyasi hadisələrə aiddir də. Niyə Pezeşkiyan önə çıxır? Bilirsiniz, və Əbsabət soyaddan da getmir. Sabah prezident başqası da ola bilər. Çünki məsuliyyət və səlahiyyət bölgüsü... Yəni sistem dəyişir deyirsiniz. Onu deyirəm də, məsuliyyət və səlahiyyət bölgüsündə ciddi bir natarazlıq var İranda. Səlahiyyət Sepahdadır, məsuliyyət sivil hökumətdə. Elə şey olmaz axı. Elə şey ola bilməz. Pezeşkiyan bu müharibə dövründə bəlkə də 5 dəfə, 6 dəfə dedi ki, mənim heç bir səlahiyyətim yoxdur. Mən təsir eləyə bilmirəm. Mən filan məsələnin həllində öz, belə deyək də, səlahiyyətlərimdən istifadə eləyə bilmirəm. Sabah iqtisadi problemlər ciddi şəkildə artacaq da İranda, mümkün deyil artması.